Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Allah'a şükürlər ki, bugün ömür verdi və biz bugünə gözümüzü açdıq. Cəhalət mühəndisliğinə qələbənin 244-cü bölümün başlayıram. Görək ki, bu günləri türklərin yaratdığı dil uyğarlığından ya dil mədəniyyət və təməddünündən habelə yazı yazılmış olmuş olsun. Dünən bir calib kitabla tanış olduq. İrfan haqqında idi və çox gözəl bir kitab idi. Bu günləri gedək görək ki, hangi kitab dünənlər Risalə-i Nuriyyəni oxuduq. Bu günləri Divan-ı İnci xanım. Çox gözəl də bir adı var, İnci. İnci Murvarid. O şey ki, indi buna Murvarid deyirlər türkçədə. Yəni üzr istəyirəm, farsçada deyirlər, bilmirəm, türkçədə İnci deyirlər. Dəryadan, dənizdən tutulur, sədəfin içindən çıxılır. Bəzən yumru olur, rəngi olur əlbəttə. Çox da ağıllığa mərufdur. Gözəllik, zərafət və elmas kimi onu deyir. Kitabı yazıblar ki, burada üstdəki adını yazıblar PDF-də, yazıblar Divan-ı İnci xanım. O dostlarımız ki, ehtimalən fürsət eləsələr, gəlsələr, YouTube-dan canlı baxsalar, orada kitabı görürlər. Sonra da hər zaman baxsalar, kitabı göstərirəm burada. Həm mən görünürəm, həm kitab görünür. Kitabın üstündə nələr də açsam, bir təhqiqat, araşdırma da yapsam, onlar da görünür. Amma təəssüflə bu imkanı başarmıram ki, şeydən də, Instagramdan da qoyum və əlbəttə o da olsa çox gözəl olar, amma başarmıram. Deyir ki, kitabın adı üstə yazıblar Divan-ı İnci xanım. Elə biz də bunu yazaq. Divan İnci xanım divan necə yazılsın türkçə. Amma farsça yazılırdı. Yəni bu cümlə ki, bağlayıblar burada. O əlbəttə kitabın üstündə, indi kitabın üstün görürük. Əgər bunu mən bir zərdə görüm buradan azca yekəldə bilsəm, yox bu sırçıdır. Bunu yekəldə bilsəm bir zərrə, o da çox olur. Amma neyniyək? Burada türkünü görürük yazıbdır. Aşağıda yazıb Divan-ı Rəcai. Yəni İnci xanımı burada hardan çıxıbdır? Kitabın özünün üstündə əlbəttə bir ayrı xətt ilə ki, soralar bəllidir yazılıbdır. Divan-ı Rəcai yazıblar. Amma indi bunu görək də, içinə baxaq. Feylən indi kitabın özünün bir zahirinə baxışırıq. Bu kitab bu niyə çoxalanda görsədir, amma çox çoxalır. Bunu nə cür yazmaq olmazmı? %70, 60, tamam, bir belə yaxçı olur, bu 50 yaxçıdır. İndi burada görürük ki, kitab çox işlənib, köhnəlibdir. Bunu hesabı göstərir. İlahi vərəb, şükür olsun. Tamam. İkinci səhifəni açırıq. Görürük ki, əlbəttə burada yazılan 238 səhifəlik bir kitabdır. Baxaq görürük ki, PDF-də də hər səhifə bir danadır, yoxsa bir səhifədə 2 dana ya 4 dana İranlılar kimi qoyublar. Yox, bəllidir ki, hər səhifədə bir dana səhifəni, PDF-in səhifəsi bir səhifə kitab deyil, onda 238 səhifəlik bir kitabla qarşı-qarşıya gəlirik. Burada birinci səhifəni gördük, ikinci səhifəni də görürük. Yazılar var, əl yazı ilə yazılıbdır və bir nəqqaşi kimi bir şey çalışıblar. Mənətay dairə zətlə çəkə bilmirlər. Əlbəttə bir şey düzəldiblər, bunu oxuyarıq. Sonra keçir kitabın şeirləri başlayır. Şeirlər əl xətti ilə yazılmış, amma çox da gözəl yazılmış. Qıraqlarında da, yəni kitabın qırağında da yazılmış. İndi şeiridir ya nədir? O qıraq yazını görürük. Beləliklə davam edirəm mən bunu biraz sürətlə, çünki o qədər fərqləri yoxdur. Əl yazmalar. Əl yazma və qoşmadır, yəni şeiridir. Türkü, yenə burada bir türkü yazıb, orada türkü yazıb. Burada bir dənə bir ayrı bir şey yazıb, Nəzirə. Elə o da türküdür. Calibdir ki, burada hər şeirin başında adın yazmadan öncə bir türkü
ya o cür bir şey yazıbdır. Qırmızı rənglə bunu yazıbdır. Belə nəzərə gəlir ki, kitabın qırağındakı xəttlər sonra yazılıblar. Çünki içindəki yazılan xəttindən biraz fərqlidir. Əcəba bu istəyirəm görüm ki, birdən çap olar, ona baxıram, amma beləsi yox, çap deyil. Əl yazmadır. Dedim və birdən daş çapı zadı olar, amma əl yazmadır. Kitab harda saxlanır, o da buradan bəlli deyil. Davam edirəm, səhifələri biraz sürətlə gedirəm ki, görək bir gözümüz bundan fəqət səhifələr nə cürdür. Hər səhifədə üst-üstə deyək ki, hər səhifədə ortada deyək 2-3 səhifədə yazılıbdır qıraq yazı və bir çox bəzi səhifələrdə yazılmayıb. Burada haza ğurrətnamə. Burada bir ğurrətnamə yazıb nə deməkdir? Umarım ki, buna gələk 1069-da bu yazılıbdır. Belə görünür. Bu qıraqda, aha, bu 1069-da bu bölüm yazılıbdır. Bu bölümün üstündə hesablayıblar. O adam ki, sonralar bunun üstünə bir tarix qoyubdur. 1266 yazıbdır. Sonra özü gəlibdir, bunu bir-birindən çıxıbdır. Deyibdir ki, 1069-dan 1269-u çıxsaq 200 il öncə yazıbdır ki, bu kitab yazılıbdır. O zaman belə görsənir. Burada bir hesablar eləyibdir. Qeydəndə bura baxarıq və görərik ki, bu tarixlər nə tarixdir? Kitabın ortasındadır. Burada da bir dənə möhr görürük. Kitaba vurublar. Yar Xuda na tarverdi. Yox. Bunu gələk biz oxuyaq. Yar Xuda nar daveri Mustafa biri Xurşid Əzmi. Ehtimalən bu kitabxanadır. 1268 möhrü vurulub burada. Burada bir dənə də ayrı möhür. Gələndə bunu bir qoyun burada çevirək, oxuyaq, görək əgər görsək bunu. Çox yekə olduğu üçün görsənmir. Tamam, burada olacaqdır. İndi yekəldək, bunu oxumağa çalışaq, görək ki, Mustafa aqibət sədə-i Bəhravi Bəhr Uri. Mustafa ortada yazılıbdır. Bar Xuda narır daveri. Nə deməkdir bunu? Bar xaranarır. Nədir bir addır? Ehtimalən hindi ada bənzir. Aqibəti sədi-i Bəhri Əvri. Hər halda bunda kitabı biraz kiçildək ki, yenə səhifəyə yerləşsin və davam eləyək. Görək ki, burada bir taza bir şey tapa bilirik ya yox. Burada möhr çox görürük. 4 dana, 5 dana möhr, 6 dana möhr vururuq bu səhifəyə. Nəzərə gələn heç birisində oxunmur. Yəni mən oxuya bilmirəm. Bəlkə bir də oxuya bilən dostumuz olsa oxuya bilər, amma mən oxuya bilmirəm. Burada elə bir ki, möhrün imtahan edilmiş. Bir dana möhürdür. Yəni onu elə basıblar. Belə nəzərə gəlir ki, bir möhürdən ibarətdir. Amma 5 dəfə bu kitaba basıblar bunu. Bu birisində onu dahi yaxdı görsənir. O möhürlərdən bu birisi səhifədə bir ayrı möhürdür. Həman möhür deyil. Bu oxunur burada. Yazıb ki, Əhəd Ğunçə Kamidil yar bequşa. Ehtimalən yarəb olacaq. Yarəb. Əhməddir bu. Əhmədi Ğunçə Kamidil Ğunçə Kamidil yar bequşa. Yarəb bequşa Ğunçə Kamidil Əhməd. Beləsi oxunacaqdır. Yarəb bequşa Ğunçə Kamidil Əhməd.
Burada bir ayrı xorşid əzmidir, nədir onu da görürük və bir dənə də ayrı möhür var. Ehtimalən o birisi kitabın o birisi səhifəsindədir. Rəngi bu üzə çıxmış görür. Aşağıda da yenə də bir ayrı möhür var. Burada çox möhürlər var. Elə bir bu kitab çox əl dolandırıbdır. Bəli, bu da bayrağadır, nədir? Belə bir adı vardı üstündə, amma mən oxuya bilmirəm. Gedək bu birisi səhifəyə. Bu səhifədə də bir dənə möhür kimi bir şey var, amma ehtimalən bu möhür də olsa, o birisi möhürlərindən fərqlidir. O birisi möhürlər hərf içəriyə qazılıbdır. Yəni bərcəsdə deyil, içəriyə qazılıbdır. Ona görə möhürün dövrəsi də əks düşüb. Bu bəllidir ki, əgər möhür olsa, dövrəsi qazılıbdır, o ad ya hər nə ki yazılıbdır, eşikdə qaldığı üçün fəqət o hərfin, o adın özü düşübdür, o şeyin özü düşübdür. Hər halda burada da bu şeiri görürük. Yenə də bir ayrı möhürlə burada qarşılaşırıq. Əhmədullah əla nəmənə burada bir möhürdür. Bu da bir ayrı möhürdür. Bu kitab çox şeyə düşübdür. Əhmədullah Əli. Burada bir şey yazıb, onu oxuya bilmirəm. Qanə. Allah Məhəmməd Əli. Beləsi olunacaq. Allah Məhəmməd Əli. Burada bir dənə bir şey yığmanədir, nədir? Belə bir şey yazılıbdır. Aşağıda da bir möhür var, yenə fərqlidir. Əlbəttə iki möhür var, fərqlidir. Bu kitab zahirən hər kəs yetişibdir, buna bir möhür basıbdır ki, ya oxumağın görsəsin, ya əldən elə bu kitabın getməsini görsəsin. Yenə bu üzdə aynı möhür görürük, o üzdəkinin əksiymiş. Burada Əhmədullah Nu'manə. Allah Əhməd, əlbəttə Allah Əhməd Əli Nu'manə. Belə bir şey möhürdə oxunur. Burada bir ayrı, iki ayrı möhür, üç ayrı möhür görürük bu səhifədə. Calibdir bu kitabda ilə möhürləri adam tapsa, oxusa özü bir Ya Rəsul Qulam qəşəng oxuyan bilirəm, bəzisini oxuyuram. Ya Rəsul ehtimalən Allahdır o. Təslimdir ya Səlim. Qulamınız İsküdar. Elə bir beləsi bir şey oxuyuram. İndi burada düz oxuram, qələt oxuram, onu bilmədim. Burada da ortasında da bir ayrı möhür vurublar. Dövlət dariyə Nəmənə Mustafasını da oxuram. Məzhər olan hər nədir, o da o cürsü bir şeydir, yazılıbdır, möhürdür. Dubar aşağıda bir ayrısı var. Feyzin oxunur. Məzhər-i ilahi Feyzi Muhammədi ehtimalən. Beləsi bir möhür də burada görsənir. Gedək o birisi səhifədə görək nələr var. Elhamdülillah, deyəcəkdim ki, bunlarda möhür yoxdur. Burada da bir möhür var, amma oxunmur. O Mustafa ki demişdik, o burada qəşəng oxunur. Əgər onu eləyə bilsə oxusaq. Dövlətdarinə məzhər olə. Ya Rəbb Mustafa məzhər elə dövləti darinə. Beləsi oxunacaqdır. Ya Rəbb Mustafa məzhər olə dövləti darinə. İki dünyanın dövlətinə məzhər ola, yəni yetişə. Aynı möhür ehtimalən buradadır. Və burada da əlbəttə möhür yenə də aynı möhürdür. Burada da fərqli möhürlər var, iki dənə. Kitab möhürlərlə doludur. İndə nəzəri kun bi hal-i kərim. Ya Rəbb ehtimalən Ya Rəbb bi haqqi zat-ı qədim. ehtimalən bari bi haqqi zat-ı qədim nəzəri kun bi hal-i kərim əbd-i kərim. Ehtimalən belə olacaq. Əbd aşağıda yazılır. Xorşid əzmini yenə də görürük bu səhifədə.
kitabın bir bir yerdən ehtimalən bu səhifə 2 dəfə olacaqdır. Əgər görə bilsəm buradan bir şey ki görüm bu 2 dəfə olur ya yox. Belə nəzərə gəlir ki, bir dənə ayrı kağız yazılmışmış, onu götürüblər qoyublar bu səhifənin üstünə. Yəni bu səhifəyə bir kağız qoymuşmuşlar, onu götürüblər qoyublar üstünə, əks salıblar. Mənə nə dil nəvazım görək ki, bu səhifədə var, yox, burada yoxdur. Bunun gərək həttəmən 2 dənə olsun. Bax bu 1, tamam. Yenə həmandır. İkinci də elə orada əksi var, yəni o kağız var. Üçüncüsündə, aha, götürübdür. Bu səhifədən 3 əks qoyubdur. Mən burada görürəm. İkisində o kağız ki, ortada var, o qalır. Aha, üçüncüsündə yoxdur. Onu da gördük. Burada yenə də bir ayrı bir möhür var. Şeirdən çox, bunda çox möhür var. Burada da 3 dənə möhür vardı. Möhürlərdən keçək. Burada aynı möhür təkrar olubdur. Müstəfadə nədir? Odur. Və yəni bu möhürlər özləri bir şeydir, bir tarixdir. Bunlar çox önəmlidir. Məsələn, burada bir möhür var, bu üzdə 3 dənə möhür var. Xurşid Əzmi özdə dalbadal vurubdur. Məsələn, bir dənə də o ayrı bir möhür var, o da cəlibdir. Tazaşdan burada həm Xurşid Əzmi var, həm də ki 2 dənə, 3 dənə, 4 dənə, 6 dənə burada möhür var bu səhifədə. Bir-birinin dibinə bunu basıblar. Çox da gözəl möhürlər var. Yəni bu o mərhələdə xəttin, əlyazmanın o gözəlliğini göstərir. Çox güclü bir şeydir. Möhürlərdir. Yəni bu özü bir möhürşinası kimi burada da bu səhifədə də bir dənə vardı. Daha oxumuram bunlar. Nemətullah belə bir şeylərdir, amma burada da Tazaşdan bir ayrısı var və burada da bir ayrısı var. Möhürlər. İndi da möhürə zehnim gedib, daha şeirlərə diqqət eləmirəm. Burada da var Baqi Əfəndi, Sultan Təslini, Ələvi. Bilmirəm ki, bunlar Baqi Əfəndi, əcəba Baqi Əfəndi bunu yazıbdı, yoxsa başqa bir şey. Məqali Əbdi bəy, Fəhmi, Baqi Əfəndi. Ehtimalən bu şeir bir məcmuədir, yazılıbdır. Bir nəfərin deyil. Burada Divan-ı İnci xanım yazıblar, amma bəlkə o ola. Burada da çoxlu, yenə də 3 dənə möhrlə ən azı qarşı-qarşıya dururuq. Bunun xəttinin bəzi yerdə özəlliklə buranı məsələn oxumaq biraz zor olar mənə. Amma burada da bir səhifəyə gəlirik ki, yenə bir kitabdan bir səhifə cırılıb, ya ayrı bir səhifə yazılmışmış, qoymuşmuşlar bura. Onun əksini salıbdır. Onun üstünə Tazaşdan yenə də yox, bu da bir ayrı səhifədir, o cürsi qoyulubdur. Bu bir ayrı səhifədir, bu da bir ayrı səhifədir. Elə həman səhifənin üstünə qoyulur. Yəni bu kağız ki vardı, biraz rəngi də narinciyə bənzir. Bunun iki üzün çevirirlər bu səhifədə o üzbüzə ki, görsənsin. Onun üçün altdakı səhifə ilə sabit qalır. İndi o səhifənin özünü də gördük. Bu da ondan ibarətdir. Bəlkə o kağız deyil, o cürüymüş. Mən onun içinin yazısına diqqət eləmədiyim üçün o kiçik kağız da o cürüymüş, iki üzlüymüş, ona görə qoymuşmuşlar. Kitabın xətti dəyişir. Bunu da görürəm ki, bəzi yerlərdə kitabın xətti neçə, yəni möhürlərə getdi, çox da diqqət eləmədim. Burada da bir şeir ola bilər, amma çox qarma-qarışıq bir şeirdir. Burada da elə bir su gəlib bu kitaba, o bəllidir. Ərzbari, pərişan halın oldum, sormadın hali pərişanım. Pərişan halın oldum, sormadın hali pərişanım. Qəminlə dərdə düşdüm, qılmadın təbbərri dərmanım. Tədbir ehtimalən dərmanım. Tədrüsün ruzigarım, ben belə iyi getsə gözəl canım. Gözüm canım əfəndim, sevdiğim, dövlətli sultanım. Fikr edirəm, bu şeir mənə biraz tanışıq gəldi. Fikr edirəm ki, bu Sultan Süleyman Qanuninin şeirlərindən olacaqdı. O modeldə yazılıbdı.
Əsiri dərdi eşqin oləli, səndən dügürürəm, dönərməməm. Səni hər yerdə görsəm, əhli eşqə aşina görməm. Vəfa aşinalıq rəsmini səndən görməm. Gözəl canım, əfəndim, sevdigim, dövlətli sultanım. Burada da fəraiz sələvat belə bir şeylərə görə yazıbdır. Fasidat sələvat belə əcəb cəlibdir. Fasidat sələvat belə bir şey yazıbdır. Fəraiz vüzu bu cür bir şeylərə də şeir yazıb əlbəttə bunlara. Yenə burada bir səhifə ilə qarşıya düşürük ki, bir yazı yazıblar. Görürlər, xanım xanı kim nəzər eylə olur hali yaman. Hali yaman. Hər halda bu da bir şeydir. Kağızda yazıblar, görürlər bunun üstünə. O birisi üzündə çevirib salıbdır. Aha, indi bəllidir ki, hesdat yazılmayıbdır. Sonra da kitabın o səhifəsinin kamil əksində vacibat-ı qusl. Burada bir qəsidə-i Fəxri Əfəndi rəhmətullah əleyh. Bu bir məcmuədir, bir toplumdur, şeirlər toplusudur. Belə nəzərimə gəlir buracan. Yəni Divan-ı İnci xanım deyə deyil. Bəlkə hər şairlərdən şeirləri seçiblər. Bura bir nəfər yazıbdır. Vallahi yuhibbü təvvabin. Yenə bunlar şeirə bənzirlər. Axirlərinə yetişirik. İstəyirəm görüm ki, burada bir tarixzad olar. Biz keçərik bunu. Bu kağız da yenə burada qoyulubdur. 3 dənə kağız qoyulubdur. Onun əksini salacaq bəllidir. O 2 dənə biri keçdi, abı keçdi. İndi bu kağızı da tərsə qoyub özü də. Bunu da bu üzü, bu da o birisi üzü, bu da getdi. O birisi kağız, 3-cü kağız da gəldi, bunu qoydu. Bu da tərsə tərəfində də belə bir yazılar var. Xətt təlimi elirmiş və İbrahim nəmənə belə orada bir möhür vardı. Əsəd İbrahim Əl-Xuri. İbrahim Əl-Xuzi ya Əl-Huzi. Xuri də ola bilər, Xuzi də ola, Xuri də ola bilər, Huzi də ola bilər. Bu da o cüsü bir getdi o kitablar. Sonra burada bir şeylər Rəcəb, Şəban belə bir şeyləri yazıbdır ki, nə deməkdir, onlar da bilmirik və gəlir kitabın son 10 səhifəsinə. Xəttlər çox fərqli oldu. Əslən bu xətt o xəttlərə yemir. Özəlliklə bəzi xəttləri çox ucaya, yəni böyük yazıbdır, qalin və yekə yazıbdır. O birisi xəttlər öz xəttinə bənzir, amma bu yox. Yenə burada bir kağızı səhifəyə gəlir ki, səhifə kamil cırılıbdır. Altda da bir ayrı səhifə görsənir. Biraz da burada mühasibələr var. Sonra burada Allah deyə bir nəqqaşı düzəltməyə imza kimi bəlkə istirmiş təmrin ya bir xoşnevisi düzəldə. Onu da kitabın üstündə yazıbdır ki, o kağız da ki cırıq idi, burada görürük. 2 üzündə qoydu və gəldik kitabın sonuna. Huvə Leyli Züleyxa bəni məznun etdi. Həvəsi Leyli Zülfün bəni məznun etdi. Belə bir şey yazıbdır və kitab qurtarıbdır. Bu da cildinin sonu. Üstündə də bir qablamazat qoymuşmuşlar. Rəddi düşübdür, qalıbdır orada. Tamam, kitab qurtardı. İndi bunu biraz hızlı qeydaq görək ki, bu kitabdan bir şeylər nə qoparda bilərik bizim bugünkü. Kitab hər halda mən bunu yazdım. Bu da İnci xanım bir şeydir, amma burada da yazıb Divan-ı Rəcayi. Bunu da qoyaq parantez arasına ki, bizə qalsın. Gedək birinci səhifədə görək ki, nələr var. 1250 625 nədir ola bilər? Aha, 1250-dən 250 çıxsa 1000 qalar nədir? Bu olubdur 625 hər nədir baş tapmadım. Onu nə cür bir hesabdır mən baş tapmadım. Aha, bəlkə ola bilər ki, cəm eləyibdir. 1200-dən 125 ilə 250-ni cəm eləyibdir. Yenə belə olmaz. Ona da qaldım.
Baş tapmadım bu bir nədir? Görək burada əvvəldə el-ilmu vəl-malu yəssiru ən kulli eyb, əl-cəhlu vəl-fəqri yəkşifani kulli eyb. Elminən mal külli eybiləri aradan aparar. Çox gözəl sözdür. Özəlliklə indiki camiədə, toplumda, fərq eləməz, İran olsun, Kanada olsun, Amerika olsun, pullu insanlar, sərvətli olan insanların eybi görsənməz. Eybin üstünü örtərlər. Kasıb adamı eybi, o sərvətlinin eybini salırlar kasıbın başına. Kasıblar salarlar özdə. Əl-cəhlu vəl-fəqri yəkşifani kulli eybi. Cəhlinə kasıblıq da, bunlar ikisi də yoxsulluqdur da, yoxsulluqdur. Yoxsulluq da külli eyblər ki vardı, gizlidir, onları da aşkar elər. Yenə bir ayrı xəttindən, aynı xəttindən eyni sözü yazıbdır. Əl-ilmu vəl-malu yəssirru küllə. İndi bunun yenə ən yəstirani, yüstərani küllə eybilərin üstünü ötərlər. Pəs mən onu iştibah oxumuşdum. Üstə əl-malu vəl-malu yəstirani küllə eyb. Örtərlər, hər ikisi də örtərlər. Əl-ilmu vəl-malu yəstirani küllə eyb, əl-cəhlu vəl-fəqri yəkşifani küllə eyb. Hər ikisi şeylərlər. Bunu kim yazıbdır? Nəməqəl əl-fəqir, əl-həqir, əl-muhtac ilə qəfuri bihil qədir Əs-Seyyid Muhammed Əmin Abçərkeş bi Dəmişq. Dəmişqdə qəfərəlləhu. Burada da 99 yazıbdır. İndi hangi ilin 99'udur o da bəlli olmur. Muhammed əleyhissalam. Burada bir şey də Həzrət Muhammeddən yəni bu hədis. Ey gözləri ahu, gözün şəmdən giru yahu sana. Ey gözləri ahu, gözün şəmdən giru, şimdən giru yahu sana. Aşıqlərin öldürmə kim, tiri kəman, aciz də gül, haciz də gül. Qurban üçün xəlqi yetər ol qəmzəyi bu əbru sana. Qurban üçün xəlqi yetər ol qəmzi bu əbru sana. Yarə xurşid bedəm tiği çəkib. Yarə xurşid bedəm tiği çəkib etdi qəzəb. Şəm-i vəş başımə üryansə rəsmidən nəcəb. Bu bir şeirdir, burada əvvəldə başlayıbdır, amma kim yazıbdır bunu və hangi yazıb? Kitabın əvvəlində yazıblar. Ehtimalən kitaba ilgisi yoxmuş. Sonralar bunu ayrı adam kitab sahibi götürüb yazıbdır. İndi burada görək ki, şeirlərə gəldik. Mənə belə gəlir ki, bu kitab dediyim kimi İnci xanımın şeiri deyil, hətta divan-ı rəcai də deyil. Çünki bu topludur. Türki Nəsimi Coft. Mərhəba, xoş gəldin ey ruhu rəvanım Müstəfa. Ey şəkər ləb yazı şir ya şirinim. Ey şəkər ləb yar şirinim la məkanım Müstəfa. Mərhəba, xoş gəldin ey ruhu rəvanım Müstəfa. Ey şəkər ləb yazı şirinim la məkanım Müstəfa. Ləblərin cam-ı cəm oldu nəfxi ruhul qudus. Ləblərin cam-ı cəm oldu nəfxətün ruhul qudus. Ey cəmalüm di cəmilüm. Ey cəmalüm di cəmilüm bəhri kanım Müstəfa. Ey mələk surətli dilbər can fədadır bu sana. Ey mələk surətli dilbər can fədadır bu sana. Çün dedi lehikməti ləhmi. Çün dedi ləhminə ləhmi qanə qanum Müstəfa. Ərəbcəni qatıb türkçəyə çox cəlibdir qatıbdır.
ey melek surətli dilbər canım fədadır bu sana. Çün dedi ləhminə ləhmi, qana qanun Mustafa. Çünki Mustafa dedi ki, əti ətimdir, qanı da qanımdır. Zahirən bu Həzrəti İmam Hüseynə görə deyilmiş bir sözdür. Bilmirik ki, doğrudur ya yalandır, amma ola bilər. Yəni hamı nəvəsinə qurban olum, başıva dönüm, canımsan, qanımsan, hər yəni gözəl sözlər adam nəvəsinə söylər. Mən də söyləmişəm. Yəni bunun iradı yoxdur. Təbiidir yəni. Gözlümdə səndən özgə nəsnə görmədim. Gözlümdə səndən özgə nəsnə görmədim. Surətin əqlə dəva dərdi, dəvadır dərdi canım Mustafa. Gər naz ilə sürərsən nəsimi necə. Şin, bura nə olacaqdır? Mərhaba, xoş amədi ey xurdeyi ey xirədi danəm Mustafa. Belə bir şey yazıbdır. Burada bunu yazıb Nəsimidəndir. Allah rəhmət eləsin Nəsimiyə. Çox gözəl şeirdir. Göylüm istəyir bir də oxuyayım, amma budun məxtisi fərmayət, budun muxteysi fərmayət Sultan Məhəmməd. Bu da bir ayrı şeirdir. Qıraqda yazıblar. Ey padişahi bərrubəhr, dinlə sözümü al xəbər. Axər bu şütlərsən mələk edər zir o zəbər. Ax gözün, aç gözün oyar canını, söylət götür əyanını. Ər gəncə gördür dərmanını, ər gəncə gör dərmanını, sonra demə eynəl məqər ya eynəl məfər. Yetir şəhabu zülmə, yetər şəhabu zülmülə, verdün cəhanə vəlvələ. Şimdən giru ya bari hələ, ədl ilə gəl zülmü gedər. Sən söhbəti nisvan ilə, sən söhbəti nisvan ilə, toldu cəhan əfqan ilə, bu zülmü, bu udvan ilə, vallah mülk əldən gedər. Küffar erişdi bu dinə, fisfu eyrədi, zəf erdi şaha bu dinə. Küffar erişdi bu dinə. Bu din burada həm bu din, həm də bu millət. Bu din özü bir kəlmədir. Bu din, yəni millət. Küffar erişdi bu dinə. Burada millət anlamına mənə gəlir. Zəf erişdi şaha bu dinə. Bu dinə, İslam dininə ehtimalən zəf gəldi. Səndə şəhsən, sən də şəhsən bu dinə. Bu din yenə burada şeydir, insan, millətdir. Ədai dinə qıl səqər ya səfər. Ədai dinə qıl səfər. Dinin, burada da din din anlamındadır, millət anlamında deyil. Səfər də, yəni savaşa çıx. Burada ehtimalə mən o şeiri oxuyanda təmməti gördüm Nəsiminin şeirin. Amma aşağıda bir dana bir beyt qalıbdır. Bilmirəm ki, o üstəki şeirə bağlıdır ya aşağısına. Eşitdim çağırır dərdilə bir nay, cahan bizdən töhi qalsa gərək vay. Belə bir şeir burada yazılıbdır, amma bilmirəm ki, o nədir? Türkü burada bir şeir yazıbdır. Görək ki, bunu kim yazıbdır? Bir afəti gördüm tutmuş aləmi. Zürmiyə rindür əslin bilbədim. Bileydim. Bu nə mənədir baxdı, biraz da xəttlər gedibdi, yaxçı yəni
Amma özümün türkü oxumamağımı tutmuram, yəni qoymuram qırağa. Bir afəti gördüm tutmuş aləmi, zülmünə rənə zülmüdür nərə əslin zülmüdürənlərə əslin bileydim. Baş tapıram. Əlin öpüb ərz edeydim halimi, tənha də bir kərrə ani bileydim. Tamam. Ehtimalən üsttəki kəlmə zürmiyə rindürü əslin zürmidür ehtimalən. Bir afəti gördüm tutmuş aləmi, zürmidür nədir əslin bileydim. Əlin öpüb ərz edeydim halimi, tənha də bir kərə ani buleydim. Siyah zülfürəli luxrəlin dökər. Siyah zülfürəli ruxlərin dökər, bir busəsi misr xəracı dəyər. Bir busəsi misr xəracı dəyər. Cəvahir seçər dəm sözümdə əgər, mübteni dəryasına taleydim. Ehtimalən mühəbbəti dəryasına taleydim, daleydim. Dalmaq, şizə vurmaq, getmək, düşmək. Necə olmasın gönül ana agah, ana uftadə. Necə olmasın gönül ana uftadə. Mələk kəndisi dərya, mülk kəndisi dərya, mülək naidə. Vaqəən bəzi yerdə görsənmir. Yəni bəlkə çox çəkmişəm, biraz kiçiltsəm bunu. Mələk mülkündən adə mülkən. Dövlət istəməzdim dar dünyada, salam verib salamını aleydim. Dəxi şimdi açılmış fidanından, fidan gül. Taza gül ki açılır, yerdə torpaqdan taza çıxır, onu deyir. Dəxi Qarabağ, Allah Allah. Dəxi şimdi açılmış fidanından, qınçələmiş dairən geçər canından. Yenə burada bəzi şey, qınçə ben dirən keçər canından. Çox oxuya bilmirəm. Yəni heyf edirəm şeiri. İki ləblərindən bir gərdanından, ümidim dəlin andan öleydim. Ümidim dilin andan öleydim. Katibi sever yek ol ruh ali. Katib bunun adıdır, hər kəsdir. Katibi səvər yenil ol ruh ali. Eşqindən gərəkər fikr-u xiyali. Neylərəm cəhanda mal-u mənali, böylə bir dər malik oleydim. Beylə bir dilbərə malik oleydim. Ey bənim divanə göklüm, yara nə üçün söylədin? Ey bənim divanə göklüm, yara nə üçün söylədin? Yar ilə yaran ikən, əğyara nə üçün söylədin? Dolanıb gülzar içrə, yarı tənha bulanmam. Dolanıb gülzar içrə, yarı tənha bulamam.
Gül ilə aşina ikən bülbülə nə üçün söylədin? Əglənib divanə köklüm bir ləhzə etməz qərar. Əylənmək, ləzzət aparmaq, kef çəkmək. Əylənib divanə köklüm bir ləhzə etməz qərar. Yar ilə pinhan ikən dildarə nə üçün söylədin? Gəldi səndən dərvişi aləm çox şikayət eylədi. Ehtimalən dərviş bəlkə bunun adıdır. Köklümdə mehman olan sultanə nə üçün söylədin? Əli Əfəndidən də qıraqda bir şeir yazıbdır. Bu mən dediyim kimi nəzərə gəlir ki, bu şeydir. Şeir toplusudur. Bir məsələn İnci adlı xanım yazmayıb bunu. Bəlkə onun adını əgər getiblər, ehtimal verirəm ki, məsələn əl yazısı onun ola. Türkü, burada türkü yazıbdır, özü türkünü vavla yazıb. Türkü. Yəni biz bugünkü yazırıq türkünü, o cür yazıbdır. Bugün səfərim var xaki payinə. Bugün səfərim var xaki payinə. Əzm edəyim yoldan bəri dönməzəm. Əzm etdiyim yoldan bəri dönməzəm. Bəri yəni qeytmaqda. Bəri gəl yəni mənə tərəf gəl. Bəri məsələn deyirəm ki, məsələn Təbrizdiyəm məsələn deyək. Bir də bəri dönməzəm, yəni bir də bura dönməzəm, qeytmərəm, beləsi. Bugün səfərim var xaki payinə, əzm etdiyim yoldan bəri dönməzəm. Sən xoş sevdiyimsin, candan iləri, mən düşmanımə də yaman sanmazam. Sən xoş sevdiyimsin, candan iləri, mən düşmanımə də yaman sanmazam. Yaman burada pis anlamdadır, yamandır. Yaman həm pis anlamındadır, həm də çox şədid bir şeyə, yaman, filan kəs yaman adamdır, yəni çox şeydir, məsələn, güclüdür ya filandır. Xəta midir dostu gülü ilə sönüncə. Xəta midir dost gülü ilə sönüncə, ya nə üçün iqrarlıq verədük dönüncə. Mən buralıda otururam sənincə. Ben buralıda otururam sənincə. Sən gəlin daldan dala qoymazam. Sən cayın ehtimalən olacaqdır. Sən cayın daldan dala qoymaram. Cal peyvənd. Calın sənin peyvəndidir. Dal qanat. Daldan dala, qanatdan qanada. Sən calın ya cayın daldan dala qoymaram. Qoyunməzəm. Qonməzəm elə bir ki, qonmaq, quş qondu. O anlamda. Mən məsələn ya doğru söylə, doğru gəlsin özgəyə ya özünə. Doğru söylə, doğru gəlsin özünə. Xəşmə gəlib pərdə tutma yüzünə. Mən yaşıllar öldürürəm bazimə. Ben yaşarlar öldürürəm bazimə. Bu nə deməkdir bazimə bilmirəm. Şahinəm yübaliğə salmazam. Şahinəm yübaliğə salmazam. Qol sodalım eder yoktur durağım. Qul sevdalım eder
yoxdur durağım. Çağırıram, yəqin olsun İrağım. Yaxın. Yaxın sözü yəqin olsun İrağım. İraq uzaq. Uzağım yaxın olsun. Çağırıram ki, uzağım yaxın olsun. Hicran qəmi ilə dolsa ürəyim, pərvanədə olsam narə girməzəm. Pərvanədə olsam narə girməzəm. Biraz bunu oxuya bildim. Bəlkə xəttə adət eləməyə yavaş-yavaş gedək. Bir dənə rübai yazıbdı. Hər sözə qıl bismillah ilə ibtida. Hər sözə qıl bismillah ilə ibtida. Zikrin olsun daimə həmdü xuda. Qıl namazı həm səlahi pişə qıl. Qıl namazı həm səlahi pişə qıl. Həm ədai duzəxi əndişə qıl. Həm əzabı duzəxi əndişə qıl. Əndişə nigerançılıq. Türkü bir şey, bilmirəm niyə bunları yazıb türkü. Dediyim kimi özü də şeylə yazır. Sana yalvarıram, hey Qəni Kərim. Sənə yalvarıram, hey Qəni Kərim. Bizə dostdan xəbər göndər yad ilən. Gönüldə səfa yox, xoş dəgül sərim. Gönüldə səfa yox, xoş dəgül sərim. Heç bir təam nuş edəməm. Dilən. Əgər heç bir təam nuş edəməm, dilən. Nə olacaqdı? Orası oxunmadı, başarmadı. Fələk bəni izzətinlə düşürdü. Fələk bəni Fələk bəni qurbətinlə düşürdü. Gözüm yaşın umman etdi, taşırdı. Həsrət narı bağrım boyla pişirdi. Böyle bir yan öləməzləm o dilən. O da adilən olacaq üstəki. Heç bir təam nuş edəməm. Dadilən. Tamam oldu. O orada bir şey görsən o deyil. Dadilən. Sana yalvarıram hay Qəni Kərim. Bizə dostdan xəbər göndər yad ilən. Yad özcə ilə. Yad ilən yəni ya özcə ilə bizə xəbər göndər. Dostdan. Gönüldə səfa yox, xoş dəgül sərim. Heç bir təam nuş edəməm dad ilən. Fələk bəni qurbətinlə düşürdü. Gözüm yaşın umman etdi, taşırdı. Həsrət narı bağrım böylə pişirdi. Böylə bir yan olaməzəm o dilən. Bu Şəhriyarın şeiri çox buna bənzir. Fərhad olmayan dağları dələməz. Fərhad olmayan dağları dələməz. Məcnun olan Leylasını buləməz. Eşq ilə məst olan aşiq girəməz. Keçər günü ah ilə fəryad ilə. Bülbül fəryad edər gülə buləşməz. Bülbül fəryad edər gülə buləşməz. Tuti şəkər yiyər zağ ilə bələşməz. Yüz bin olsun təbiətdür aləşməz. Dəli gönül dəm sürə məzyad ilən. Dəli gönül dəm sürəməz yad ilən. Beləsi oxunacaqmış. Müstəfadır bu aşıqlıq yamandır. Mustafa der bu aşıqlıq yamandır.
Mustafa der, Mustafa deyər. Mustafa der, bu aşıqlıq yamandır. Tən bir quri çəşdi, əqil dumandır. Əqil düməndir. Dümən gəminin fərmanı kimi ki var, ona dümən deyirlər. Ya fikir edirəm, dümən ondan ibarətdir. Mustafa der, bu aşıqlıq yamandır. Tən bir quri çəşdi, əqil düməndir. Bu eşq dəryası vəsəti ummandır. Dinmə, qayıq anləməz idilən. Dinmə, qayıq anləməz adilən. Addan qayıq bir şey bilməz. Dinmə, qayıq anləməz adilən. Burada da bu şeir qutarır. Mən istəyirəm ki, bunun hər 20 səfəsindən ya 15 səfəsindən bir dana şeir oxuyaq ki, şey olsun. Gəlib 15-ci səhifədən, bu şeir nə də uzundur, calibdir, istəyirdim qıssa olsun. Kəlam-ı eşqi, min kəlam-ı eşqi, ehtimalən eşqi bir şairin adıdır, oradan bunu alıbdır. Əvvəl nəzərdə görəli, bən mübtəlasını, etdim gönül vilayətinə padişah səni. Əvvəl nəzərdə görəli, bəni mübtəla səni, etdim gönül vilayətinə padişah səni. Can-ı cəhana verməz bən ey dilbər ya səni. Dünya nədir bədəl qıləm ey can ana səni. Can-ı cəhana verməzin ey dilbər ya səni. Dünya nədir bədəl qılım ey can ana səni. Dünyanı bir yana qoysalar bir yana səni. Dünyanı bir yana qoysalar bir yana səni, bana səni gərək, səni ey dilbər ya səni. Qəlbim qəddünü Kəbi aliyə verməzin. Qəlbim qəddünü Kəbi aliyə verməzin. Göyün riyazını cənnət-i məvaya verməzin. Köyün riyazını cənnət-i məvaya verməzin. Rəftarı sərvü qəddü ki, rəftarı sərvü qəddünü tubaya verməzin. Bir kəz yüzünlə baxmağı dünyaya verməzin. Bir kəz yüzünə baxmağı dünyaya verməzin. Dünyayı bir yana qoysalar bir yana səni, bana səni gərək, səni ey dilruba səni. Eşqin yolunda tərk edəyin cismi canı bən. Eşqin yolunda tərk edə bən cismi canı bən, ya edəyin cismi canı bən. Ölüncə bənliyin hələ bu astana bən. Ölüncə bəkliyin hələ bu astanaya bən. Qəndə bulməm sənin gibi bir nocavani bən. Qəndə yəni heç yerdə. Qəndə büləm sənin gibi bir nocavani bən. Sənsiz əfəndi neyləyən bu cəhanı bən. Dünya birina qoysalar birina səni. Dünyayı bir yana qoysalar bir yana səni, bana səni gərək, ey səni dilruba səni. Bana səni gərək, səni ey dilruba səni. Bir dəmmi var ki, bəhri qəmi hicrət talmazın. Dalmaq anlamındadır. Dalmaq da üzmaq, girmək içərisinə.
Bir dəmimi var ki, bəhr qəmi hicrə talməzin. Eşqün yolunda can həm baş qılməzin. Girdab əşq zorəqinə cismimi salməzin. Girdab əşq zorəqinə cismimi salməzin. Sənsiz bu cahan mülkini böylə sanməzin. Dünyayı bir yana qoysalar bir yana səni, bana səni gərək səni ey məhliqa səni. Göyün gedası cənnəti məvayı neyləsən? Göyün gedası cənnəti məvayı bi neyləsən? Qəddün əsiri sayi tuğbayı neyləsən? Mah yüzünü görən qeyri təmaşayı neyləsin? Mah yüzünü görən qeyri təmaşayı neyləsin? Sənsiz əfəndi eşqi bu dünyayı neyləsin? Dünyayı bir yana qoysalar bir yana səni, bana səni gərək səni ey məhliqa səni. Bu bir şeirdir. Çox gözəl aşiqanə şeirdir. Vaqəən gözəl. Gedək 30-cu səhifədən görək bir qıssa şeir buradan oxuyaq. Aşağıdakı şeiri oxuyacağam burada da. Gene yazıb türkü. Bunun şeirləri hərəsi bir yerdəndir, bəllidir. Səlahlər mükəmmil, qılıclar zağlı. Silahlar mükəmməl, qılıclar zağlı. Zağ nə deməkdir burada? Reze ilə yazılır, bilmirəm. Əqluni başında rindi girdi. Kirimək durmaq, aram olmaq, kirimək o anlamdadır. Bizdə normalda mənim yadımda olan uşaqlığımdan heyvanın üstündə işlədərlər kirimağı. Məsələn, tavşan qaçır, durdu. Ona deyirlər kiridir. Məsələn, özün istitar edir, örtür, yəni təbiətlə bir yerdə durur ki, onun rəngi ilə, təbiətin rəngi ilə birdir və orada itir. Buna məsələn kirimaq deyirlər, durur, yəni durdu, dayandı. Silahlar mükəmməl, qılıclar zağlı, əqluni başında rendi kirid. Sana qomazdarın Ali Osman oğlu. Sana qomazdarın Ali Osman oğlu. Arayısın köksü girindi geril. Girildi ya giriddi, bunu oxuyan biləm. Bu zahirən bir ayrı. Məsələn, şimdi Qaraman ki, bu günləri şeydə olurlar. Rusiya ilə savaşan yer. Orada olurlar. Ehtimalən oranın türklərinə bənzir ləhcəsi var bunun. Qarşı gəlqəraya əskər döktürmə. Qarşı gəlqəraya əskər döktürmə. 400 ilgən ilə bunca çəkdirmə. İyilik vilayətin narə yıqdırma. İyilik vilayətin narə yaqdırma, ota yandırma. Dayan vardı sana dörəndi kirid. Kirid yer adıdır. Burada bəllidir. Kirid yer adıdır. Gəl yüz sür sərdara günahın dilə. Gəl yüz sür sərdara günahın dilə. Kəndün rüsva edib düşürmə dilə.
söz bir ilə gedə maltilə bilə. Aldığın mətai verindi girid. Xünkarın hərəmi nəcüldü səndə. Neç oldu səndə? Xünkarın hərəmi neç oldu səndə? Görüşmədi canuni saqlar təndə. Sən necə anləri etdünsə bəndə, aman də yüz yerə süründü kirid. Amanda yüz yerə süründü kirid. Rəis oğlu xəsmə verməz əmani. Bu da adı Rəis oğludur. Rəis oğlu xəsmə verməz əmani, hazırdır əlində tir-ü kəmani. Rəbiül axirdə səhər zamanı, dedilər dirəkdən göründü kirid. Cəlibdir. Bu şeiri yazan Rəis oğludur adı. Özdə türkcə yazıbdı, amma mən də bunu oxuya bilmədim. Çünki biraz dedim şeyi vardı, bəzi. Hətta yazıları da fərqlidir da. Bunu da yenə də bir yada gətirim. Gedək 45-ci səhifədən də bir dənə şeir oxuyaq. Burada da üstdəkini oxuyaq. Görək yenə türkü. Buradan ki türkü deyir, oradan başlayırıq. Əla gözəlim səni necə sevməyim? Əsiri sodayı hicranınəm mən. Əla gözəlim səni necə sevməyim? Əsiri sodayı hicranınəm mən. Bəlkə rəhm edəsin bir gün üyümüm. Ne təkim qərşündə seyranıməm mən. Açılmış hüsnündə gülü ənvarın, tutiyi söylətməz dildə küftarın, tutiyi söylətməz dildə küftarın. Şul qədər səfalərləm gecəli əsrarın, gizli əsrarın. Şul qədər səflər bəm gecəli əsrarın, cəhani fərq etməz heyranınəm mən. Mələk yüzlüm, mələk varsa insana, mələk yüzlüm meylun varsa insana, nəzər qıl çeşmidən dökülən qana, nəzər qıl çeşmimdən dökülən qana. Uğreyinə sər verib qiyarım canə, qıymaq, yəni nə deyək, cana qıymaq ya mala qıymaq, yəni ürəyimdən gəlir ki, bunu qıymaq əslində deyək ki, vermək, öldürmək. Məsələn, deyir ki, bir mala qıyaram da, yəni qurban kəsərəm məsələn. Onu istir desin. Qıymaq burada qurban anlamındadır. Mələk yüzlüm, meylun varsa insana, nəzər qıl çeşmimdən dökülən qana. Uğruna sər verib qıyarım canə. Billah sevdigim qurbanım mən. Billah sevdigim qurbanınəm mən. Sadiq aşiq gərək iqrar gütmənə. Sadiq aşiq gərək iqrar gütmənə. Gütmək, gütmaq, gözləmək, bəkləmək, intizar çəkmək, gütmək. Burada mən indi bunu gütmənə, yəni nə bilək, o yəni gütməyə, beləsi demək, gütməyə. Sadiq aşiq gərək iqrar gütməyə.
həqiqəti rahinə toğri kətmiyə. Getməsinə. Həqiqəti rahinə doğru getməsinə. Beləsi oxunacaqdır. Mübarək cəmalun seyran etməsinə. Kahicə yanında mehmanım ben. Cahicə, şurada kahicə. Yanında mehmanınəm ben. Rəis oğlu, yenə də rəis oğlundandır bu şeir. Rəis oğlu, dildə varım, söyləyəm. Dilərsən, canımı qurban eyləyəm. Göcül düşdü, çarəm nədir, neyləyəm? Qəmzən oğlərinə nişanınəm ben. Bu da rəis oğlundan bir şeirdir. Gedək görək ki, 60-cı səhifədə nə var? Burada bir yazıb Qəl'i Qazi Girayxan. Qit'i Qazi Girayxan. Bundan bir qət'ə oxuyur. Qazi Girayxandan bunu oxuyur. Ey şahi həft keşvərin bənlə sözümü bənz. Ey şahi həft keşvəri dinlə sözümü bənz ya bəgz bəysən yəni bənz sərdar olan bu xəlqə şirjiyan gərəkdir. Etməyi Calibdir, bunu oxuya bilməyəcəm. Çünki bilmirəm bunlar. Ətməgi, əşbəhi, başçı, yəmşici, iş bitirməz. Ətməkçi ehtimalən, yəni ətməkçi bəqqal məsələn deyək, çörək bişirən. Əşbəci, aşbaşı ehtimalən aşçı. Başbəci, bilmirəm nə mənadır. Yəmşici, yemişçi də olacaq bu. Yemişçi qurusatan, iş bitirməz. Xanım kəfdirəm, bəxş məsahib qıran gərəkdir. Xatəmi kəfdirəm, bəxşi məsahib qıran gərəkdir. O şoğluların adı, işlərin adını deyibdir, sonra da bu şeiri gətiribdir. Baqi Əfəndidən, o Qazi Kirayxanımış, o sözü deyibdir ki, bəqqal, çəqqal, o bu işi götürə bilməz. Xatəmi kəfdirəm bəxşi sahib qıran gərəkdir. Əşağıda bir ayrı şeir vardı. Baqi Əfəndi rəhmətullahdan yazıbdır. Əşağıda da bir dənə də Ğali Əfəndidən yazıbdır. Bu da göstərir ki, bu şeir müxtəlif şeylərdəndir. Ali Əfəndi ya Ğali Əfəndi olacaqdır. Baqi Əfəndi rəhmətullah. Gəl yüzün vəsfində bülbül qılsa əlhani dürüst. Gül yüzün vəsfində bülbül qılsa əlhani dürüst. Bağda hər bir qunçənin qılmaz gəribani dürüst. Bağda hər bir qunçənin qalmaz gəribani dürüst. Dilbərin əhdi bütün əmma vəfası süst olur. Dilbərin əhdi bütün əmma vəfası süst olur. Aşıqın gönlü şikəstə əhd-i peymani dürüst. Aşıqın gönlü şikəstə əhd-i peymani dürüst. Cuşəni bulad çərx çak etdim vəli. Coşən budla çərxi çak etdim vəli. Tiğ daniş yarımın şəmşir burrani dürüst. Tiğ o ateş, daniş oxudum mən onu. Çüşən
burlad. Dönəm burlad çərxi çaki çak etdim vəli. Çuşəni buladi, çuşəni burladi çرخی çاک çاک etdim ولی تیغ و آتش یارımın şəmşir burrani dürüst. Ateşi suzi feragun bir hararet verdi kim, nuş eder her demde dil deryayı ümmani dürüst. Bağıya, adın burada gətirdi. Bağıya fənnündə tutmaz kimsə nüqsanın sənin. Hamdülillah təbi mevzun əql mizanın dürüst. Gedək 75-ci səhifədə görək ki, gəldik 80-da. 80-da bir bu cəlib bir şey uzundur əfəndidən. Baği əfəndidən bir uzun bunun adına nə deyirlər şeirdə bilmirəm. 5 misrədən ibarət şeirdir. Müxəmməs deyirlər fikirəm, bilmirəm. Amma deyirəm bəlkə müxəmməs deyirlər. Mən Gəşdi gülzar bağ nə xurşdur nigar ilə. Gəşdi gülzar bağ nə xoşdur nigar ilə. Bir nur residəğunçə vü mən gülzar ilə. Bir nur residəğunçə dəmən ola bilər, dəmən gülzar ilə. Çün nazləndi gülşəni aləm bəhar ilə. Çün tazələndi gülşəni aləm bəhar ilə. Xoşdur çəmən seyr edəlim tazə yar ilə. Ta düşmənin bürə ki yenə tazə yar ilə. Ta düşmənin yürdeyi yenə tazə yar ilə. Adına eşq ilə adna ülgə ruzun badəlahəl oxuya bilmədim. Xətt burada çox qatışıqdır. Yəni o xəttlərlə çox fərqi var. Bu səhifə 79-dur əlan. Məsələn gedirəm burada buna baxın. Bu xəttlərlə bunun 79-un bir dünya fərqi var. Yəni o da əl yazı olsa, bu da əl yazı olsa, iki əl yazı hərəsi bir dünyadır. Safi'i ya Sani'i Əfəndi deyə bundan da bir şeir burada yazıbdır. Sultan Səlim ya da Sultan Süleyman. Sultan Süleymandan olacaq. Bu şeirdə Sultan Süleymandan. Biraz bunu geçəldik, görək bəlkə oxuya bilək. Xangahi dəmirə meyl etmə, dila xanlıq budur. Xangahi dəhrə meyl etmə, dila xanlıq budur. Etibar etmə cəhanə kim, cahanbanlıq budur. Xangahi dəhrə meyl etmə, dila xanlıq budur. Etibar etmə cəhanə kim, cahanbanlıq budur. Dövləti dünyaya məğrur olmə, haqanlıq budur. Ta südə hayhudə fariq ol, aləmdə sultanlıq budur. Hayhudə fariq ol, aləmdə sultanlıq budur. Bəndə ki güş inlə mulki Süleymanlıq budur. Bəndə ki güş inlə güş ilənlə mulki Süleymanlıq budur. Fikir eləm beləsi olacaq. Bəndə ki güş eyliyə ya mur qarışqa ki Süleymanlıq budur.
Masevanın nakşi tarami kalbinde silüp. Masevanın nakşi marami kalbinde silüp kainata itibari eyni ibretle qılıb. Acaba bu qıraqda Baqi Əfəndidən devam edir. Acaba bu bunun devamıdır yoxsa burada devam edir? Bir cedai, əlbəttə o Baqi deyildi, bu Sultan Süleymandır. Bir cedai binəvaya xud baxma ya gəlüb, hər kimə qılsın nəzər, sən ani səndə hayun bilüb. Oxuya bilmirəm çox yerləri, bu xətti oxuya bilmirəm. Çox fərqi var xəttin. Yəni o xəttə biraz adət eləmişdim, düşdüm bu xəttə ki, görüm kəndi kəndini, zira ki şeytanlıq budur. Bunun davamı vardı. Gürya sən kim günə aləmdə dolar başına. Gürya sən nə deməkdir? Günə aləmdə dövlət başına fərverə nuri hudayət çeşmi gövhər başına. Nikxah dil bu cəhanda işinə yoldaşına. Nikxah ol, nikxu ol bu cəhanda işinə yoldaşına. Hər nə kim sana sanırsan, hər nə ki sana sanırsan, ta ləni qərə bilmirəm, işqə fil həqiqət sözü bilguş et, müsəlmanlıq budur. Tamam, oxuya bilmədim bu xətti. Şeiri də xarabladım. Davamında Baqi Əfəndidən bir yazıbdır. Dediyim kimi bu kitab məcmuədir, şey deyil. Yenə də Baqi Əfəndidən bir ayrısını yazıbdır. Bu da müxəmməs kimi yazıbdır. 5 dənə misrədən ibarətdir. Saviti ya saviqi ya saviyi belə deyə bir addan yazıbdır. Bülbül gibi qulqulə qulsən dili nalanım. Bülbül kimi qulqulə qulsən dili nalanım. Tutsun yenə gülzari ziyadilə əfxanım. Darini nisar etsə bu didi giryanım. Varini nisar etsin bu didi giryanım. Şəbnəm kimi saçılın quç əşqi fəravanım. Çox əcəbdir. Bunu oxumaq biraz çox zor aparacaqdır. Gülla gibi açılsın qınçə-i xəndanım. Məsələn, burada indi yavaş-yavaş görürəm ki, açılsında nunu nə cür yazıbdır? Misli he, axir he, tək he. Bu yenə məsələn üstdə də bülbül kimi qulqulə. Məsələn burada qulqulə çox cali əcibdir. Bir dənə təşdidi var əlbəttə. Qulqulə qılsın, o nun şeydir, dil. Dil də məsələn n kimi yazılıbdır. Dili nalanım. Tutsun yenə gülzari ziyadilə əfxanım. Varini nisar etsin bu didi giryanım. Şəbnəm kimi saçılsın qun əşqi fəravanım. Tun olacaq, nə olacaqdı bu? Əşqi fəravanım.
Güllə gibi açılsın tək qunçi xəndanım. Uşşaqa nə minnətdir hərfi dil u cah etmək. Uşşaqa nə minnətdir hərfi dil u cah etmək. Yanır qəmi eşqə qəddini kəman etmək. Yolunda nədir yarın əhliyə fəqan etmək. Ahilə yolunda nədir yarın ki ahilə fəqan etmək. Cah üzərə gözüm yaşın bərabər rəvan etmək. Bir ab-i rəvan etmək. Cah üzrə gözüm yaşın bir ab-i rəvan etmək. Tək mil kənar etsin ol sərv xəramanım. Tək mil kənar etsin ol sərv xəramanım. Çox zor oxuram. 3-4 dəfə oxuyandan sonra yavaş-yavaş kəşf edirəm ki, hərflər nə cür yapışıblar bir-birinə. Çox əl yazması çox zor bir kitabdır. Çox zordur. Gedim 100-cü səhifəyə görüm ki, gedək buradan daldan elə bir şey var idi. Əlbəttə bunları oxuya bilmədik. Möhürlərin haqqındadır. Hafizdən də burada bir şey var, amma bu hafizidir əlbəttə, bu hafiz deyil. Hamdullah در میخانه gördüm مفتوح. Hamdullah در میخانه gördün مفتوح. İçəlim cam-ı müsəffa, büləlim rahat ruh. در میخانه دگül benliyələm ölüncə. در میخانه دگül bekleyelim ölüncə. Bəzmidə ölkədə külünə bunda imiş məftəhu futuh. Bax, oxuya bilmirəm. Sağ ya məclisi irfanə gəlib sağəri sün təqdim elə. Sağ ya məclisi irfanə gəlib sağəri sun. Gəl yüzün qarşısına nuş edelim cam-ı sıbuh. Ömrü cavidə ərüb sayeyi zülfündə gökülüm. Ömrü cavidə ərüb sayeyi zülfündə gökülüm. Erdi bir berülə ya ömründə ani görmədi Nuh. Burada bir şey deyib ki, oxuya bilmədim. Hafizi tobiyə gəlsə tayirün eynası. Hafizi tobiyə gəlsə və tayirin eynası. Nə sən əvvəl deyə xane-i tövbə və nə nam nusuh. Belə bir şeydir, oxuya bilmədim. Bunu da gördük və devam edir burada. Xətt biraz yenə də yaxçılaşdı, nəzərimə gəlir burada, amma o xəttdir ki, əvvəldə gözümüz adət eləmişdi, o xətt deyil. 100-cü səhifədən görək bir şey oxuya bilirik. Fori adında bir şairdən bir yenə də əlbəttə bunlar şeir. Kəndüm qəmi nigar ilə getdim qəmi nigar ilə çuyi məlamətə. Getdim qəmi nigar ilə çuyi məlamətə.
oldum əsiri curu cəfa və nidamətə. Düşdüm fəraq həsrətü dərdü səfahətə ehtimalən. Ömrü axir oldu, çıxmədim ayrıq səlamətə. Ömrü axir oldu, çıxmədim İraq səlamətə. Va həsrətə ki irdüm o surur o sərvi qamətə. Va həsrətə ki irərəm o sərvi qamətə. Va furqətə ki qaldı həsrət qiyamətə. Va furqətə ki qaldı həsrət qiyamətə. Dərda ki furqət erdi bana eşq dola dedi. Xəttün misal erişdi əcəl mərhaba dedi. Dərda ki furqət erdi bana eşq dola verdi. Ya deva ürdü. Xəttün misal erişdi. Xəttün misal erişdi əcəl mərhaba dedi. Sıhhat bədəndə əl yürdi. Ya həvəska dedi. Sıhhat bədəndə əl yürdi. Yahu sana dedi. Yahu sana dedi. Can bir yana çığırdı. Gögül bir yana dedi. Va həsrətə ki erimədim ol sərvi qamətə. Va furqətə ki qaldı həsrət qiyamətə. Nar fəraq yaqdı tənüm eylədi turab. Nar fəraq yaqdı tənüm eylədi turab. Möhr-i qərای gözləri eylədi purab. Oldum həvai eşq ilə avarə çün hubab. Gülzar ömrüm eylədi bad fəna xarab. Va həsrətə ki irmədim ol sərvi qamətə. Va furqətə ki qaldı həsrət qiyamətə. Çox gözəl bir şeirdir. Rah-ı eşqündə nigar ki şoqdur çəkdim ələm. Rah-ı eşqündə nigar ki şoqdur çəkdim ələm. Gəlmədi çəkdüyüm qüssə və ənduh ələm. Qanə qərq olsa gözüm yaşı əcəb midir hər dəm. Bana hər dəmdə dərd و bəla mihnət و غم. Müşkül aşdır ki kəştiyi kişi tütə sitəmkar ikən. Müşkül aşdır ki kişi tütə sitəmkar ikən. Buradan bu üzə o gene 5 misrələrdən olur. Aşağıdakı bir ayrı şeir başlanır. Onda Qəmi yazır. Qəmi deyə bir adamla bu şeiri yazmaq kimi görünür. Gedək gedim mən burada 150-ci səhifəyə, çünki 1 saat yarımdır. Kitab da əl xətti də çox zordur, insafən bunu deyim. Burada Ruhidən bir şeir yazıb, amma oxuya bilməyəcəm. Bu xətt yenə də zordur. Yox, çalışıram oxuyam, amma xətt çox zor oxumaq gəlir nəzərə. Qələndəridən, Baqidən görürük. Baqi Əfəndidən çox şeir vardı. Baqi Əfəndi, Rəvani bəy, Şeyxi, Elmi. Baqidən çox şeir yazıb. Nəcati bəy Baqi Əfəndidən çox yazıbdır.
Əzrət Əfəndi, yəni mənə Əfəndi belə bir şeydir. Ələvidən də yazıbdır, Sultan Süleymanla. Sultan Süleymanın şeirləri mən orada bundan rahat oxuya bilirdim. Görək 150-də bir şeir oxuya bilərik. İhtimalən Hüsnüdür şeirin adı, ya Hüsnü adında bir adam yazıb bu şeiri. Muhsin də ola bilər, Muhsin. Kəndüyü təşbih qılmış düyünə ey Gülzar. Kəndüyü təşbih qılmış düyünə ey Gülzar, bəzmi gülşəndə eşitdim xeyli açılmış bəhar. Qanı çox açmışın. Qanı çox açmasın bir bad edər əhzani. Bivəfadə hürmət etməz kimsə bu ruzigar. Bivəfadə hürmət etməz kimsə bu ruzigar. Hazri həttün gəlməsə ad həyatı lə'linə. Böyle ətrafi anın olməzdi cana səbzizar. Yox, çox yəmirəm, mütəəssifanə bu xət çox, mütəəssifanə yox, xət çox şeydir, mənim oxuya biləcəyim bir xət deyil feylən, o qədər savadım yoxdur ki, bu cür xətləri oxuya bilim. Sultan Süleymandan burada bir şey oxuyubdur, Behəmdüllah nə bir feilim, nə bir batil xiyalım var. Behəmdüllah nə bəd feilim, nə bir batil xiyalım var, nə bir tezəl əksa zərrə sakinum, nə zövq و fikr و ələm var. Oxuya bilmədim. Heyf. Bu sətirdəki əslini oxuya bilmərəm. Həman xəttinin, amma bu səfər biraz daha şey yazıbdır. Yəni əl yazması, bunun çox özəl bir əl yazması var. Oxumaq olar, oxumaq olmaz deyil, amma mənim kimi hər səfəni oxumayasan. Elə əvvəldən başlayasan, yavaş-yavaş qələt oxuya. Neçə dəfə təkrar eləyəndən sonra, gözlə adət eləyəndən sonra əlifbaya, yoxsa istəyəsən bir saatda, 2 saatda bir kitabı oxumağı, o da əl yazmanı ki, adam özü dünyada bir dəfə dünyaya gəlibdir, gedibdir və onun da əl yazması da dünyada təkdir. İstəyəsən o adamı dərk eləyəsən, elə bir yerə gedəsən, onunla oturasan, onun şagirdi olasan, illər eləyə biləsən ki, ondan təlim alasan. Bunu təbii ki, 1 saat, 2 saatın işi deyil. Amma mən inanıram ki, 3-4 saatda bunun rəmzin çözmək olar ki, bunu nə cür yazıbdır, hangi hərfi nə cür yazıb. Yəni, məsələ budur ki, bunun hələf ilə mən çox yazıların eləyə bilməmişəm, ələ gətirə bilməmişəm ki, məsələn, nə cür yazır. Məsələn, bu əksi əslən qoysam bura, insan nə mənədir, məsələn, mən bunu vaqən gün gibi ərz eyliyə şahım şoq ilə hər yanə ruxdə. Gözəlim qurbi müqabil məhi ruh dünya ki ruh. Oxuya bilmədim ehtimalən, yəni anlamadım nə deyir, ona görə deyirəm oxuya bilmədim, yoxsa oxudum. Bunu da bəyəxları oxumuşduq əvvəldə bu şeiri. Cəlib idi, bir tarix var idi burada, əgər eləyə bilsək o tarixi görsəydik. İtirməsək, o tarixi tapsaydıq. Diqqət eləmədim ki, görəm, aha, burada bir şeirlərdən bəlkə oxuya biləm. Yox, bu da elə həman xətdir. O qədər fərq eləmir. Əleyhürrəhmə, hangi əleyhürrəhmədir bu? Qəsidə-i Fəxri Əfəndi rəhmətullah əleyh. Gəl ey biçarə gögrüm zoq dünyadan fərağət qıl. Yürü vəhdət neşin ol, cümlədən əl çək qənaət qıl. Necə bir əhli dünyanın olursan bəndeyi fərmanı,
səni var eyləyən yoxdan haqq əmrinə itaət qıl. Səni var eyləyən yoxdan haqq əmrinə itaət qıl. Bu dəhri duni tutmuş müvəddən var mi xilas olmuş. Bu dəhri duni tutmuş müvəddən var mi xilas olmuş. Dəlilün varsa göstər bizə ani rivayət qıl. Burada su tökülübdür, gedibdir. Yəni hicab etməz misin haqdan? Burada bir əvvəli gedibdir. Nədir filan? Yəni hicab etməz misin haqdan? Havai nəfsi qəraldan yüreyi haqqa ibadət qıl. Yenə də əvvəli gedib nədir filan? Nədir bihudə kuşişlər? Uyursan aç gözün, uyursan aç gözün, uyursan yatırsan. Uyursan aç gözün gafil oyan zikri qiyamət qıl. Lisanın yenə də vəsətdə gedibdir. İxlas ilə tevhidi riyasız, səməsiz cəhd et Cenab-i Haqqa taət qıl. Rızay Haqqa bək səy et, sakın tərki fərayizdən. Rəsulün sünnətini tut, çalış hərdəm riayət qıl. Səni neylər təmə axər məhəlli mərci yad eylə. Səni neylər təmə axər məhəlli mərci yad eylə. Maadün anlə bil, kəndün təməədən geç nidamət qıl. Vücudun yox sıvati xaç olursan, olmətən pərvər. İki aləmdə zövq etmək dilərsən, gəl riyazət qıl. Bura gözəl, biraz mən oxuya bilən xəttinə yazıldığı üçün buranı biraz oxuya bilirəm. Nəfais arzusundan keçir nəfsün zəbər ilə. Həmişə neməti zikr bulub ruhə ziyafət qıl. Görüb əmri nəmə hər bərcamə əlin bu dünyanın. Görüb əmri nəmə hər bir camə əlin bu dünyanın. Alən bu dünyanın. Xudanın verdiğin xoş gör. Həman şükür inayət isabət qıl. Davamı vardı, amma buradan geçək. Burada bir şeylər yazılıb ki, oxumağı çox zordur mənim üçün. Aynıdır. Nə'ti Rəsul Əs-Seyyid Seyfi. Seyyid Seyfi adında bir adamdan burada bir şiir yazıbdır. İstəyirəm ki, bundan bu yüzə biraz baxaq, tarixləri görək. Görək bir tarixlər də tapa bilsək yaxşı olar. Burada mətn yazıb da, şiir deyil bu səfə. O xəttə də bənzir ola bilər ki, olsun hikaye-i mərğub. Rivayət olunur ki, Həzrət Rəsul-i Əkrəm və Həbibi Möhtərəm sallallahu teala aleyhi və səlləm məclis-i şəriflərində buyururlar ki, bu aləm mürkəbi olmədə və tərkib Adəm əhya bülmədən benim ruhimlə Əbu Bəkrin ruhi Haqqı Cəllə və Əla Həzrətləri kəbutər şəklində xəlq edib. Tamam, bu da şeydir də, yəni insanlar nağıl, hikayə yazıblar. Həzrəti Məhəmmədə də bunu bağlayıblar. Kitabın sonu gəldi. Görək ki, burada nədir bu? Bir-iki səhifəni tamam, bura. Kəsb-i kəmal genə əziz cəhan şəvi.
کسب کمال کن کی عزیز جهان شوی. کی بی کمال در جهان عزیز نیست. کی بی kemal aziz نیست در cihan. Belə bir şey, şeir yazılmış. Şeir yazılmış, ona görə istirmiş özü bir şeir yaza, farsça özdə. Ah əgər məsti numudi hər harami çun şərab, an zaman məlum gərdəd در cihan hoşyar kist. Kitabı qurtardıq, amma mən qeyd edirəm əvvəldən bir də bunun baxam görəm bir tarixlər də buna tapa bilərəm ya yox. Kitabı biraz kiçiklədim. Bunun tarixini görək. Əlbəttə burada bir ingilisi bir şey gördüm, amma bu kitab harda qalır o da bəlli deyil. Fəqət möhürlər bəllidir. Harvard University Hampton Library. Pəs bu Harvard University qalır. Əvvəl bunu buradan şey edək. O bəlli idi bu kitabın şeyindən. Harvard University Amerika. Bu iki hər səfiyyə bir dənə qoyubdur. A collection of Turkish poetry. Manuscript United MS Türk 59 Hampton Library Harvard University Cambridge Mass. Bu burada yazmışdı. Yaxşı ki bunu oxuduq. Bu kitab Harvard University'də saxlanır. Çalışacağım buradan bir serdə baxam buna. Görəm bəlkə zahirən hər səfənin sonunda elə onu yazıbdır. Yəni Harvard University-ni əvəzən ki gələ İran kimi möhür vura. Aşağıda kitabın eşiyində, kitabın üstündə yox. Kitabın eşiyində bir dənə özü bir ağ şeydə yazıbdır. Bunu hər səfədə də təkrar eləyibdir. İndi görürəm. Burada can diqqət eləməmişdim bunu. Çox gözəl iş görübdür. İranlılar gətirdilər, hər məclisini almış, salır, oranı salır. Yəni bir mərizçilik var İranlılarda mütəəssifanə. Mən indi baxıram ki, görüm əcəba bunlarda bir tarix görə bilər miyim? Mütəha tarixlər şeirlərdə olurlar, amma o şeirlər də bütün bu məcmuə bir toplantıdır. Bunlar çox rahat idi. Yəni buranı əvvəldə mən cilayə edirdim ki, oxuya bilmirəm, zordur. O sondakı 90 neçənci səhifədən o izə baxanda bu səhifələr çox gözəl yazılmışdı. Yəni mən oxuya bilən xəttinə yazılmışdı. Hətta burada bu şeirə baxıram. Bu şeirdə şeydir. Bir dənə də Cəssədaliyə. Bu şeirdə yəni bu səhifələrdə bilmirəm indi hansı səhifədən başlayır. Biraz gedim dalıya görüm hardan başlayır bu. Səsləri də qoyubdur. Yəni türkücə yazıb heç səsləri də qoyubdur. Qeyd edirəm dalıya. Calibdir. Bəlkə elə əvvəldən beləymiş mən görməmişəm. Diqqət eləməmişəm. Bunlarda da var amma o qədər yoxdur. Buradan bu üzədir. Yəni gedək biraz qabağa. Buradan başlayır. Əslində 21-ci səhifədən başlayır səsləri qoymağa və bunu diqqət eləməmişdim. Səsləri qoyub hər şeyin üstünə ki, bunlar doğru oxunsun. Din o İslamüz xəsmə doğru yürürüz. Əqlünü başına şaşmədir səndə. Səncə qaçıb özgə vuraruz. Dəyanində qadir etsən, dürsən də. Şeirləri biraz da bunları kiçik eləyim ki, bəlkə bir tarix görəm. Mən tarix görmədim, illəti də fikir eləmirəm də ki, doğru olsun. İlla ki, yazar əgər bir yerdə bir əlamət qoysaydı ki, mən bu kitabı filan tarixdə başlamışam. Nüsxəçidir da bu əslində. Hər kəs də nüsxəçidir. Mən bunu indi özüm də yazım ki, məcmui əşardır, şey deyil. Yəni ad ki qoyublar, o adların heç birisi deyil, mənə belə gəlir. Beləsi ilə tapmaq olmaz. Tamam. Çox bir məcmua ilə, böyük bir məcmua ilə uzağıq ki, ad qoyublar Divanı İnci xanım.
əlyazma bir kitabdır. Bəllidir, qədimi kitabdır. Amma tarixi bəlli deyil. Çox təəssüflər olsun. Harvard danışgahında bunu saxlayırlar, bilim yurdunda saxlayırlar. Bunun adını qoyublar Divan-ı İnci. Sonra da kitabın özünün üstündə, cildində əvvəldə bir nəfər götürüb yazıb. Burada da bir şey yazıblar. Görün bu nədir? Bu nədir? Bunu da bilsək. Wiseman Preservation Center Conservator Lab nömrəsi. Bu da o kitabxananın nömrələridir ki, burada vurublar kitabın axirinə. Çox gözəl. Sonra kitabın cildinin üstündə yazıblar ki, Divan-ı Rəcai. Bunu da kitabın üstündə bir ayrı xəttinə, əlbəttə o xəttə bənzir, yəni bunu deyim ki, onu yazıb. Ehtimalən bu Rəcaidə məcbur adam ki, bu divanı, bu kitabı toplayıbdır, bu şeirləri. Ehtimalən onun adıdır. Rəcai beləsi olacaqdır. Amma kitabın içinə baxanda bu 238 səhifədə yazılan şeirlər filanlar, onlardan bəlli olur ki, bu bir məcmuədir, toplantıdır. Bir nəfər oturubdur, hər şairdən bir şeirləri seçib, onları yazıb bir-birinin dibinə. Çox da gözəl bir şey yazıb, amma xətti də çox fərqlidir. Hər halda əl xəttidir də, yəni əl yazmadır. Hər kəsin əl yazması özünə tay dünyada taysızdır, tayı yoxdur. Və hər xətti də aşmaq üçün deyə bilmərəm ki, onu elə yazaydım ki, mən oxuyaydım. Onu elə yazıb ki, özü ondan ləzzət aparırmış. O şeiri ləzzət üçün yazıbdır və bir kitab eləyib. Onun ehtimalən qəsdi bu deyilmiş ki, bunu toplaya sata məsələn. Onun üçün onu verə, məsələn, gözəl bir, ya fərqli bir xəttinə yazarlar ki, hamı oxuya, adını divani xətt deyirlər. Allaha şükür olsun, bu günləri bizi bir kitabla tanış elədi və bu kitabı oxumaqdan da ləzzət apardıq. Mən kaş ki eləyə biləydim, buna bir şey tapıydıq. Nə deyərlər, görəydik ki, bunu bir yerdə bir tarix görmüşdüm, əgər o tarixi tapa bilsəm. Burada bir 99 qoyubdur, amma bəlli deyil ki, o hangi ilin 99-udur. Möhürlərdə də bir şeylər görmüşdüm, amma indi yadıma gəlmir. Hər halda o bir il bir yerdə bir görmüşdüm, bir şey, bir il kimi bir şey görmüşdüm əvvəl dəfə baxanda. Amma indi onu görmədim və beləlikcə qalsın. Bir başqa gündə bir ayrı kitabı oxumaq ümidi ilə Allaha minnətimizi bildirək. Əgər ömür verirsə, bir ayrı gün türklər yaratdığı dil və yazı uyğarlıqlarından daha bir ayrı bir kitabla tanış olarıq.